Konsertdi sarayımızda. Orada demek Tereshkova gelip, bir de Emel Sayın. Oturublar zalda. Ben de həmişə kimi sonda çıxıram oxumağa. Emel Sayın'ı gördüm orada, dedim ya bir tane Türk mahnısı okuyacağım burada. Amanın günü de, amanın günü de oxuma, Tereshkova buradadır. Deyərlər ki, Türk mahnısı oxuyur Tereshkova. Dedim mənim nəyimə lazımdır. Tereshkova özü üçündür. Bu mənim millətimin qızıdır. Mən oxuyacağım. İstəyirsiniz çıxın gedim hadi. Deyərlər. O zaman mən çıxıram səhnəyə. Çıxdım, oxudum 3 ay məni. 3 ay məni buraxmadılar konsertə. Dedilər sənə cəza verildi ki, sən Türk mahnısı oxumusan. Bu gedir Heydər müəllimə, əzizimiz, canımız, ciyərimiz. Heydər müəllimə gedir çatır və bir gün konsert olanda soruşur ki, bəs Zeynəb hardadır? Niyə yoxdur konsertdə? Dedilər ki, ona icazə vermir. Kim icazə vermir? Bir də gördüm, mən evdəydim, evdən çağırdılar məni. Çıxanda Heydər müəllim dedi mənə ki, Zeynəb, sən neynəmsən ki, bunlar belə? Dedim, mən Tereshkova üçün oxumamışam. Öz millətimdir, Türk millətidir. Hə, dedi, əcəb eləmişsən.